Ondan biraz bir 5-10 metre o tarafa dikkatle bakanda gördüm ki yeni tökülmüş torpaqdır. Torpaq bilirsiniz necə tökülür? Belə bir insan dəfn edəndən sonra torpağı tökürlər, belə üstü dik qalır. Bu mənim diqqətimi çəkdi. Həmin vaxtı bir də gördüm ki, oradan bizim kombizonlar olur Xakirəydə. Kombizonun üstünə saçaqlarla zadılan snayper maskalatı düzəltmiş şəkildə də bir nəfər çıxdı. 2008-ci ildən düşmən məkirli niyyətlərin tətbiq eləməyə başlamışdı. 2008-də biz onlara cavab verməliydik. İstədikləri kimi snayper fəaliyyəti göstərirdilər. Bizim əsgərləri çox şəhid eləmişdilər. Artıq bunun cavabını vermək lazım idi və yuxarı komandanlıq tərəfindən bizə tapşırıqlar gəldi və 2008-ci ildən snayper fəaliyyəti başladı. Snayper fəaliyyətində həqiqətən də çox içimizdən gəlirdi. Yəni snayperə nə vaxt gedəcək? Çox belə ruh yüksəkliyi ilə, həvəslə, nə bilim, hansısa bir şadlığa, şənliyə, toya gedilmiş kimi gedirdik. Nəyə görə? Bizim ailənin yetişdirdiyi 18 yaşlı uşağı göndərirdilər hərbi xidmətə, vətənə borcun verib qayıtsın, həqiqi hərbi xidmətin yerinə yetirsin və gedirdi acı tale ilə qarşılaşır. Düşmənin gülləsinə tuş gəlirdi, şəhid olurdu. Və bu kin, küdurət, ümumiyyətlə birinci Qarabağda olan vəziyyət həmin vaxtlarda mənim 10-14 yaşım var idi. O vaxtlarda həqiqətən də baxanda Xocalı faciəsi olsun, Kəlbəcərdən milləti köçürtməkləri olsun, çox ağır gəlirdi, acı verirdi. Yəni, insan fərd olaraq içindən bir alov deyirdi ki, bunu susturmaq üçün nəsə eləməlisən də, niyə bunun qisasını sən ala bilmirsən? Əlbəttə ki, bu tək mənim işim deyildi. Fərd olaraq mən bir şey eləyə bilməzdim. Yəni, onu eləmək üçün müəyyən bir mərhələlər var idi və o mərhələləri mən keçmişdim, gəlib o yerə çıxmışdım. Mənlə yerdə də gələnlər var idi. Bu fəaliyyət ilk tapşırıq verildi və bizdə bir gizir var idi. İndi ehtiyatdadır Nadirov Cavid. İlk snayper fəaliyyətində həmin yerdən elə bizim əsgəri vurmuşdular. Ona qarşılıq vermək üçün bizi qrupu ora aparmışdılar. Və o ilk tapşırığı yerinə yetirdi. Düşmənin bir rütbəli şəxsin məhv elədi. Eyni zamanda o erməni mətbuatında da çıxmışdı və təsdiqini tapmışdı həqiqətən də. Özü də görmüşdü, yəni vurduğun, yanında olanlar da görmüşdü. Sonra bu fəaliyyətlər ardıcıl olaraq davam elədi silsilə şəklində. Onlar da bizə qarşı fəaliyyət icra edirdilər, bizi vurmağa çalışırdılar. Onların, belə deyim də, biz ön xəttə gedəndə artıq bizim ora girişimizdən məlumatları olurdu, müşahidə edirdilər, aşkar edirdilər. Yəni, həmişə eyni maşın keçir, bilirlər nə vaxt nə maşını keçir, müşahidədə saxlayırdılar, görürdülər. Eyni qaydada bizim ordunun hərbi qulluqçuları qarşı tərəfi müşahidədə saxlayırdı. Bəzi məlumatlarda biz öz hərbi qulluqçularımızdan, komandir heyətindən alırdıq. Yəni, görüntü olan yerləri zadı. Onların deməyinə baxmayaraq da biz özümüz gedərkən harada görüntü verəcəyin müəyyən bir üsullar var idi. O üsullarla aşkar edirdik və həmin yerdə oturub pusqu qurub gözləyirdik. Müşahidə davam edirdi. 2 nəfər badili sistemində. Bu qaydada silahın arxasını boş qoymadan bir silahla 2 nəfər dəyişərək növbəli şəkildə baxırdıq. Bu qaydada hər gün ara vermədən
yeməyə belə getmirdik. 20 dəqiqə, 15 dəqiqə vaxt olurdusa, öz üzərimizdə apardığımız isti yemək olmurdu, quru ərzaq payı ilə. Birimiz baxanda, birimiz yeməyin hazırlayırdı, suxoy spirti qoyurduq, bir dənə konservanın altına qızırdı. Ondan sonra onun çörəyi var idi, quru çörək, suxarik. Ondan içinə doğrayırdıq, yeyirdik. Daha sonra mən dəyişirdim, məsəl üçün, mənim vadim gəlirdi yemək, mən silahın arxasını boş qoymurdum. Hətta gecələr də çıxırdıq, yəni kruqlu sutka, günün 24 saatı müşahidədə saxlayırdıq. Bilirdik ki, burada görüntü olacaq. O görüntünün olmağı bizə 5 saniyə vaxt lazım idi, onun görüntüsü olsun. 5 saniyə vaxt ərzində o görünən adam son gördüyü bizim tərəfi olurdu və bir güllə ilə məhv olunurdu. Çox fəaliyyətlər olub, belə snayper fəaliyyətləri. Snayper fəaliyyətlərində sayısız düşmən əsgərin, rütbəli şəxslərin məhv eləmişəm. Hətta biri hər zaman yadıma gəlir. O ilk vurduğum düşmən əsgəri idi. Bizim bir dənə post var idi Ağdamda. O post elə bir yerdə idi. Düşmən dərinliyində idi. Dairəvi erməni tərəfdən aypara şəklində. Post həmişə təhlükəli post idi. Müşahidədə saxlayırdı ermənilər. Orada bizim əsgərimizi vurmuşdular. Elə biz başqa hərbi hissənin ərazisində idik. Bizə xəbər gələndən sonra biz gəldik ora. Ora gəldik. Badimlə bir yerdə başladıq yer axtarmağa, mövqe seçməyə. Gəldim belə baxanda bir dənə yerə gəldik. Effektiv bir yer deyil idi. Ötəri baxıb keçmək istəyirdim. Sadəcə baxanda gördüm ki, o şunur gedir telefon xətti, rabitə xətti, naqil rabitənin xətti, P274 kabeli. Onda hər 10-15 metrdən bir dənə znak vururlar, M yazılır, yəni mina, rusun hərfi ilə. Onları belə baxa-baxa ardıcıl gedəndə gördüm biri nəsə mənim gözümə bitər dəydi. Onun aşağısı teldən olurdu, amma o gördüm ki, turba kimidir. Diqqətimi çəkdi. Dedim, gözlə bir dənə, durbini götürdüm, baxdım. Mən baxan vaxtı gördüm, o turba kimi düşdü aşağı. Başa düşdüm ki, burada müşahidə var, TR8 durbini var. Ondan düşmən müşahidə edir. Tez Badimə dedim ki, gəl buradan biraz müşahidə eləyək, görək bu nə idi, müvəqqəti elə belə baxdı, getdi, yoxsa nədir? Yəni, snayperi olacağı yeri hiss eləyir. Baxdı, o da dedi ki, hə, burada nəsə var. Ondan biraz 5-10 metr o tərəfə diqqətlə baxanda gördüm ki, yeni tökülmüş torpaqdır. Torpaq, bilirsiniz necə tökülüb, elə bil insan dəfn eləyəndən sonra torpağı tökürlər, belə üstü dik qalır. Bu mənim diqqətimi çəkdi. Başladıq, silahı zadı yerləşdirdik, məsafəni çıxartdıq, küləyə görə düzəlişləri verdik silaha, hazır vəziyyətdə silahı doldurduq, sabit vəziyyətdə qoyduq və bir-bir başladıq müşahidə eləməyə. Müşahidəyə başladıq. Bu yanımdakı Badim deyir ki, çıxanda verərsən mən ataram da. Mən deyirəm ki, kimin vaxtında çıxsa, demək ki, onun qismətidir. Sən gözlə. Ya sən vuracaqsan, ya mən. Qismətimizdə nədirsə, o da olacaqdır. Mən nətər sənə deyim ki, erməni gələndə ver mən atım. O da həvəsli idi, ondan irəli gəlirdi. Nəysə, günorta idi, üçün yarısızadı. Badim deyir ki, bəs acımışam da, gedək posta, oradan yeməyi qızdıraq, gətirək burada yeyək. Dedim ki, tələsmə, hələ gözlə. Biz acımışıqsa, o qabağımızdakı da acıb. Görək onu ağayıracaq. Gözləmək lazımdır. Qoy yeməyə birinci o geçsin, onu görək. Həmin vaxtı bir də gördüm ki, oradan
bizim kombizonlar olur Xakirəydə. Kombizonun üstünə saçaqlarla zadılan snayper maskalatı düzəltmiş şəkildə də bir nəfər çıxdı. Amma əli boş çıxdı. Əli boş çıxdı, vaxt qısa oldu, həm də hərəkətdə olan hədəf oldu. Bu artıq burada yerləşdiyinə görə risk eləyib atış eləmədim. Mən gördüm özdə. Dedim ki, çıxdı, getdi yeməyə, o qayıdıb gələcək. Dedi, mən niyə vurmadın? Dedim, uyğun deyildi, uyğun hədəf deyildi. Nəysə, dedim, yeməyə getmirik. Burada nə tapsaq onu yiyəcək də. Öz sumkamızda yeməyimiz var da, quru ərzaq payı dövlət tərəfindən təmin olunmuş. Başladıq ondan yedik. Müşahidə davam edir amma. Bir-bir yeməyimizi yeyə. Nəysə, bu baxdı, dedi bir şey görsənmir. Deyəsən o çıxdı, getdi. Deyim, həvəsdən düşmə, gözdə, gələcək. O orada o cür yer düzəldibsə, özünə o cür mövqe düzəldibsə, demək ki, onun gördüyü bir şey var. Həmin vaxtda mən yadımdan çıxdı, onu da deyim, mən baxdım ki, görüm o hansı istiqamətə baxır da. Deməli, bizim postun arxasında ayaq yolu var idi. Ayaq yoluna əskərlər gedəndə görüntü verirdilər. Mən onu oradan aşkar elədim və post böyüyünə dedim ki, sizin o ayaq yoluna heç kim getməsin. Snayper burada yerləşib, amma heç kimə də məlumat vermir, məlumat çıxmasın və ayaq yoluna da gedilməsin. Bu fəaliyyəti biz icra eləyəndən sonra ayaq yoluna gedən istiqaməti biraz dərinə salarsınız, səngər qazarsınız. Dedilər, yaxşı. Ayaq yoluna gedən olmalı. Nəysə, müşahidə davam edir. Bu, gəlib girməyində gördüm. Amma əyilərək gəldi, girdi, görüntünü az verdi və hərəkətli oldu yenə də. Dedim, bunu bugün də vurmasıq, sabah vuracaq. Amma bu vurulacaq da, bu əcəli çatıb. İnşallah Allah bunun əcəlin bizim vasitəmizdən eləyək, vasitəsi biz olarıq. Saat 6 zat belə ara toranlıq başlayır, axşama doğru gedir. Bu hələ də oradadır, gözləyir. Oradan da əskərləri yığışdırdığımıza görə görüntü olmayanda istər-istəməz insan biraz, yəni snayperdə biraz baxmaq istəmir. Yəni ehtimal eləmir də, burada görüntü yoxdur, ölü zonadır. Görüntü yoxdursa burada yalandan baxırıq, vaxtımız gedir. Görüntü olan bir yer tapmaq istəyirik. Oradan baxa-baxa da onu fikirləşirik ki, filan postda ola bilərdi, bəhmən postda ola bilərdi. Amma müşahidə davam edir, stabil olaraq. Bu post mövqeyə gəlib girəndə o birisi görmüşdü, mənim badim görmüşdü. O da atəş eləməyə üsbət eləmədi. Dedi, hərəkətli idi, sən düz deyirsən, bu şey həvəsləndi o da. Dedim, tələsmək lazımdır, rahat olsun, sən vurdun ya mən vurdum, fərqi yoxdur. Burada bizim əskərimizi vurublarsa, biz onu da qanın tökməliyik, mındar qanın tökməliyik yerə. Artıq hava biraz alatoranlaşırdı.